Konsert Özbəkistan Respublikasının hədiyyəsi olaraq 2023-cü ildə inşa edilən Mirzə Uluqbəy adına Füzuli şəhər 1 nömrəli tam orta məktəbdə təşkil olunub. Əvvəlcə qonaqlar məktəblə tanış olublar. Məlumat verilib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirzoyevin birlikdə açılışını etdikləri 960 şagird yerlik təhsil ocağında təhsilin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılıb. Sonra məktəbin zalında Özbək incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı başlanıb. Konsertdə Özbəkistan Mədəniyyət Nazirinin birinci müavini Bahadur Əhmədov, Azərbaycan Mədəniyyət Nazirinin müavini Murad Hüseynov və Füzuli şəhər sakinləri izləyiblər. Navruz Milli Rəqs Ansamblı Yunus Rəcəbli adına Maqum Ansamblı, eləcə də tanınmış müğənnilər rəngarəng musiqi və rəqs nömrələri təqdim ediblər. Özbəkistan əməkdar artisti Möhcəhrə Şahmuradovanın ifasında səslənən Küçələrə su səpmişəm Azərbaycan xalq mahnısı sürəkli alqışlarla qarşılanıb. Həmçinin dahi Özbək şairi Əlişir Nəvaninin xəmsəsindən Fərhad və Şirin, Leyli və Məcnun, 7 gözəl İskəndərnamə əsərlərindən ilhamlanaraq hazırlanan musiqi xoreoqrafik kompozisiyalar tamaşaçıların könlünü oxşuyub. Xuraman Aydın qızı Həcər Həsənova, Aydın Yavərzadə bugün informasiya proqramı üçün.